Biz Masallı rayonundayıq. Samir qardaşımla gəldik. Və kameralar partladı, ağrı, acı. Biraz çətinliklərimiz oldu, amma şükür Allah başardık. Çətinlik ola bilər. Burada çətinlik olur, əziyyət olur, əsəb olur. Bunların hamısına gərək qatlanasan, belə deyək. Hamısına gərək səbr edəyəsən. Şükür Allah ki, biz səbri bacardıq. Masallı şəhərinə gedəcəyik inşallah. Masallı şəhərinə elə bax. Ekspertlərimizlə. Şükür hələ bir hadisə olmayıb, amma inşallah ki, davam edirik yolumuzu. Bizi izləmədə qalın. Gözəl turlarımız olacaq. Olsun bütün masallara. Bəli, salam olsun bütün Masallı rayonunda yaşayan hər kəsə. Hətta Masallı şəhərində yaşayan hər kəsə də salam olsun. Ümumi olaraq Masallıya salam olsun. Masallının şəhəridir, içərisidir. Salam, sağ olun. Bəli, Masallı. Metr. Ne bilmedi. Bilmedi. Masallıdayıq. Hadi bana 1500 bak bıraktı. Oteldə, restoranda, inşallah ki, akşam yeməyimizi yeyirik. Ha? Arkadaşlar. Otelimizə gəlmişik. Masallıda oteldə qaldıq. İstirahətimizi təbii ki, gecə çatıb otel tapdıq, ev tapa bilmədik. Aşağı sönmüş yalnız. Biraz çətinliklə oldu, amma Allah'ım. Çetinliği ayaklarını yok. Ayaqlarımız çöküb. Tamam. Hələ sabah lirik Masallı turumuz var inşallah. Yəni, gəlsin kassanı açalım. Ne yapıyorsun? Verirlərdir. İnşallah ki otaqlarımı tökülüşmüş burada konkret. Nereden bağlı sen zaten? Allah. Ben ağrıyım. Yorğunluqla, amma şükür Allah yeməyimizi yedik, istirahətimizi elədik. Hətta balkonumuz da var burada. Buzluğumuz var, ışığımız var, yazımız var. Çək. Allah. Bəli. Möhtəşəm səhər yeməyindəyik, Masallıda. Yolumuz Lerik, bundan sonra Lerik yardımlı, ayın 25'i. Qardaşlarımızla. Hə, Fəri? Maraqlı idi dünən, yorğunçuluqla. Bir növ əziyyət çəkirsən və sonunda o hədəfə çatırsan, onun bəhrəsini görsən. Bəhrəsi də məsəl üçün, yağlıdır, ballıdır, qalbasasıdır. Ona dəyər. Həqiqətən dünən də elə idi dostum. Hə, Samir, qurban olaram. Nə deyim? Ye danış, narahat olma. Necə idi? Nasıl? Ümumiyyətlə, dünəndən bu günə yeməklərimiz. Yemək əla olayım. Yorğunçuluğumuz çıxdı, yatdıq, yeməyimiz də göz önündə. Yaşar da şey, hə? Yaşar. Canlı bədənlər. Döşməyəm yedik. Enerjimiz də boldur. Bizləri yer ki, qalxacaq. İnşallah. Demək qalın, canlıda olur. Mütləq. Bəli, YouTube izləyicilərinə də möhtəşəm, necə deyərlər, mənzərəli turları göstərəcək inşallah. Hələ bundan sonra çox turlar olacaq. Çox izləyin ki bizi. Çox möhtəşəm turlarımızı görün. İnşallah. Səhər yeməklərinin şahı. Lazokumuz gəldi. Nə gedəcək? Bəli. Nə əliliyin oradan gedəndə. Qurban olaram, hə? Sen daha iyisi Masallıdayıq. Otel ərazisidir. Qəşəng istirahətimizi elədik. Yəni, qəşəng və maraqlı idi. İndi səhər yeməyimizi yedik, indi gəlib hazırlaşıb çıxırıq inşallah, Lerik Masallıya. Ümumiyyətlə, həyatda hər şeydən xoşbəxt olmaq lazımdır. Bu da bir istirahət oldu. Festivaldə Masallıya gəlmişik. Yəni, bundan sonra Lerikə yardımına gedəcək. Ona görə də həyatınızdan zövq alın. Dəyərləndirin həyatınızı, inanın.
Yəni qısa həyatdır. Masallıda oteldən çıxdıq inşallah. Birinci gedirik yardım. İnşallah. Əlaqədə olacam sizin adam. Qəşəng bir yer, az qaldıq, super. Hər şey əla idi. Demək, otelimizin sərgüşastı deyək maraqlı oldu. Ha, sağ olun. Çok güzel. Böyüsən geçen. Razı qaldıq. Superdi hər şey. Ola. Əziz qardaşlarımız, biz Masallıda qaldıq dünən axşam. İstirahətimizi elədik, səhər yeməyimizi, axşam yeməyimizi yedik. Bugün çıxırıq, gedirik yardımlıya. Gözəl Masallı, möhtəşəm Masallı. Hardasa neçə kilometr eləyər? Məncə 230 kilometr. 240 arası. 230-240 kilometrdə demək olar gəlmişik. Hər şey əladır. Hardasa baxım görüm neçə kilometrdir. 234 kilometrdir. Görürsünüz 234 kilometrdir. Məndə 234-dür. Məsələ düşün. Və salam olsun Masallıda yaşayan hər kəsə. Biz Masallının artıq çıxırıq. Masallıdan razı qaldıq. Hər şey əla idi. Allah hər bizə razı olsun. Yolda hər kəs dəstək oldu bizə. Möhtəşəm idi. Ərazini də bir dənə qardaşım göstərə bilərsən. Baxın, Masallının mənzərəli və gözəl yerləri. Əziz qardaşlarla həmişə kimi və sağ olsunlar. Bir-birimizə dəstək ola-ola dünəndən bu günə, yəni bir-birimizə dəstək ola-ola səbir edə-edə bu yolu gəldik. Allah hər birinizdən razı olsun qardaşlar. Allah sizdən var eləsin. Allah'ım merkeze. Həli maraqlıydı Süper süper. Dayanmıyorum inşallah bundan daha maraqlı izileri gözləyir. və yardım yok inşallah. Yaşar maraqlıydı inşallah. Allah süper. Yaxşı gedir hələ ki. Görə inşallah Qəşəng idi. audio mühadiə gözləyir. İnşallah. Allah da bizi çox çətin tur gözləyir. Görə inşallah. İzləyicilərimiz bizi baxsın maraqlı olacaq. Canlıya gedir o video. Ha? O video canlıya gedir. Ya necə? Yox, bunu çəkib YouTube-da paylaşacağam. Allah. Sami qurban olaram. Çox qurban olaram. Əsas sənin o möhtərəm sözlərin də. Çox gözəl motivasiyadır. Dostlarla həqiqətən superdir, əladır. Heç bir çətinlik yoxdur. Masallı maraqlıydı. Yola çıxarkən heç bir yorğunluq hiss eləmir. Əla. Bəli. Və Masallı. Yolumuz inşallah belə gözəl, mənzərəli. İnsanın könlü açılır. İndi baxıram bu yola. Deyirəm ki, yaxşı ki biz bura gəlmişik. Yaxşı ki o çətinliklər də olub. Bu yolun qədrini indi bir yolumuz yardımlıya inşallah. İnşallah yolumuz yardımlıya.
Allah razı olsun. Çox sağ olun. Bizə orada çörək şey eləyirlər, təklif eləyirlər. Allah razı olsun. İsti, təbii ki, təndir çörəyi. Allah var eləsin. Amma inan o qədər yemişik ki, buradadır da yemək. Qəşəng. Sevincimizin həddi hüdudu yoxdur da yəni ki. Sevincimizin həddi hüdudu yoxdur. Yəni Buradan lerikə mənə məsələn Samir. Elə bir bəlkə də şirdərlər. Ya bura girəndə xoşbəxtçilik hiss elədin özündə. Gözlərimiz mənzərə görür. O da sevirəm uşaq kimi. Duyulun gözəldir ya. Artıq o ərazi masanın isti su tərəfidir. Bura isti suda hələ ki yardımlıya gedirik. Görürsünüz, gözəllik. Çay axır buradan. Çox qəşəngdir, tadına baxın. Möhtəşəm bir gözəllik, möhtəşəm bir gözəlliyə. Söz tapmaq olmaz. Bəli, yardımlıya gəldik. Nəhayət. Süper geldi ya. Ama soyuq oldu mənə. Ay qabağımı da. Bəli, yardımlıya gəldik. Yardımlı rayonu. Salam olsun sizə. İyi yaşarsın. Əzizlərim, yardımlı rayonuna gəldik, 150 kilometr yol gəldik. Görürsünüz, bax, yoxuşlar, qalxdıq. Elə bir gözəl mənzərəli yer, elə gözəllik, yaşıllıq, mənzərəli yer. Salam olsun yardımlı rayonunda yaşayan hər kəsə. Allah sizləri qorusun. Həqiqətən də hər şey möhtəşəm idi, əla idi, razı qaldıq. Niyə də razı qalmayaq? Hər şey mükəmməl idi. İstirahatimizi də elədik. İnşallah ki, təbii ki, əziz qardaşlarımızla. Salam olsun bütün yardımlara. Qəşəng yedi, salam Çox verir. gözəl. Havası qəşəng, təmiz. Çünki belə havada, belə bir yerdə hava niyə pis olsun ki? Belə tur adam yormur. Gözləri gözəllik görür. Əlbəttə. Hə, Yaşar qardaşım. Yardımlıdan bəyənirəm. O kadar zövq alıram ki, yani onu ben sözle size diyebilmem ki bu zövq nedir? Yani yaşayasın bunu. Təbii ki, 100%. Evvela gelip velosiped süresiz. Sonra bu yerlere gelirsiniz ki bu zövqü yaşayasınız. Tamam başka bir şeydir. Yəni, əlbəttə ki, bir də bir söz deyim. Gidanla bir yerden. Bir də bir söz deyim ki sizə, sizin kimi qardaşlarla daha da zövqlü olur ha. Elbette. Düzdür. Gerek tüneli bir şeydir ki, gerek Yardımlı haqqında nə deyə bilərsiniz? Yardımı həqiqətən təbiətcə çox gözəl bir rayondur. Hələ girməmişik amma İnşallah masalda tam olaraq. insanları da gözəl qəlbli olar Allahın izni ilə. İnşallah. Biz isə pes etmirik, türklər demişkən yolumuza davam edirik. Amma hələ ki masalı ərazisində deyirlər, amma artıq yardımlı belə başlayır da, uzaqdan görürük. Artıq belə görürük də, fikir verirsiniz. Yəni biz oraları görəndə bilirik ki, bir adın səndəki yardımlıya giririk. Yəni bu mənzərələrin gözəlliyini görəndə bəs edir. Hər şey əla idi. Örnək olaraq biz velosiped olaraq velosipedin xoşbəxtliyini insanlara təbliğ edirik. Bizim təbliğimiz göz önündədir. Niyə görə? Çünki biz demirik, sadəcə göstəririk. Velosipedlə insan necə xoşbəxt olar? Bizə sual verirlər ki, məsələn, velosiped də yəni normal. Velosipeddən bəli, şəhərdə sürə bilərsən, dükana gedə bilərsən, amma velosipedlə Bakıdan rayona da gələ bilərsən. Belə gözəl təmiz havada gəlib, yəni istirahət eləyə də bilərsən, xoşbəxt ola bilərsən. Demək ki, velosipeddən hər şey eləmək olar. Ancaq maşınla eləyəcək belə bir şey, mən maşınla eləyəcəm, elə bir söhbət yoxdur. Velosipeddən hər şey eləmək olar, hər xoşbəxtlik yaşamaq olar və biz o xoşbəxtliyi yaşayırıq, sizə də tövsiyə edirik. Həyatda çalışın, xoşbəxt olun, ruhan xoşbəxt olun, ruhan cavanlaşın. Bütün motivasiyanızı yalnız yükləyin ki, mən həyatda xoşbəxt olun. 5 günlük dünya deyirlər, o 6 günlük də həm Allaha təbii ki, şükrünüzü edin, həm də istirahətinizi edin. Allah bu mənzərəni, əlhəmdülillah, bu gözəllikləri yalnız sizlər üçün yaradıb. Siz əylənəsiniz, xoşbəxt olasınız və ona şükürlər edəsiniz. Və şükür Allaha ki, bizə bunu Allah bəxş edir.
yardımlığa qəşəng belə bulaq suyu tapdıq. Qəşəng qardaşlarla su dolduracaq inşallah, yolumuz davam. Allah'ın izniyle. Qəşəng. Süper. Ne yerlerdir. Dostlar, yol dayandı. Kulak durma. Herkes yaptığını Allah razı olsun. Belə qəşəng. Hamımız doldururuq suyumuzu ya. Bulaq suyu. Yəni elə bunu gəlib burada, soyuq olar. Elə burada gəlib belə qəşəng, necə deyərlər, bulaq suyundan doldurup insan mədəsinə ötürəndə bu suyu bir ki xoşbəxt olur. Dəhşət bir şeydir yəni. Əla. Ağır yoxuşları qalxmağa çalışırıq. İnşallah ki yardımlığını qalxırıq. Bunun ola bilər ki qıraqdan biraz əzab kimi görsənsin. Biz yoruluruq, qalxırıq, güc itiririk, amma burada itirdiyimiz enerji inanın bizə zövq gətirir. Çünki təsəvvür edin, velosipedlə ümumiyyətlə velosipedçi olmaq bütün turları çətinliklərlə vuranda, davam edəndə ona daha şirin gəlir. Çünki həm məqsədə çatırsan, həm xoşbəxt olursan, həm sağlam qalırsan. Qan dövranın gözəl çalışır. Yəni həyatda zövq almaq üçün asan tur olsun, asan yerə gedəsən deyə deyil. Çətin turlar daha şirindir, inanın. Ona görə də turların hər biri gözəldir. Çətinliklər daha gözəldir. Sami qardaşım və Yaşar qardaşım və təbii ki Hərid. Yardımlı haqqında ümumiyyətlə ətraflı bir məlumat verə bilərəm ki, çox qəşəng yerdir. Mən belə təsəvvürümə gətirməzdim. Eşitmişdim, amma belə təsəvvür eləməmişdim. Çox turlara getmişik. Yəni bu tur, bu mənzərə, bu gözəllik daha insana xoş gəlir. Yəni daha gözəldir. Təbii ki Altağaca, Xızıya da getmişik, oralar da gözəldir. Amma buraların havası tam başqadır, dəhşət bir şey, bilmirəm. Çox qəşəngdir. Hər şey ürəyimiz doldu. Şükür Allah, istirahatlərimizi eləmişik rahat. Belə bir yerdəyik. Gücə var. Salam, salam, salam. Allah korusun. Allah razı olsun. Sağ olsun. Kardeşimiz. Görürsünüz necə gözəl yerlərdir. Bu yerlərin qədrini bilmək lazımdır. Belə yerlərdə istirahat elədiyim üçün özümü xoşbəxt hiss edirəm. Baxın, yardımlı, məncə lirik yolu o tərəf olmalıdır. Biz yardımlıya qalxırıq padyoma. Yəni heç bir yoxuşlar oradan qalxmışıq. Bizə ağrı deyil. Çünki belə bir mənzərəni görmək üçün aşağıda çay səsi gəlir. Belə bir yerləri görmək üçün yəni peşman deyildik. Hər şey doğrudan gözəldir. Görürsünüz necə gözəl yerləri, təbiəti. Bu gözəllikləri görmək üçün gəlmişik biz bura. Düz demirəm Fərid qardaşım? Bu gözəllikləri görüb xoşbəxt oluruq. Fəridin ilk turlarıdır belə mənzərəli. İnanıram ki o bizdən daha çox xoşbəxt. Çünki ilk dəfə mən də belə gəndə çox xoşbəxt oldum, çox ləzzət edirdi. Həqiqətən də çox qəşəngdir. Yəni hələ yardımlının gözəl yerləri var qabaqda, oralarda çəkib göstərəcəyik. Velosipedlə gəzmək, görmək, çətinliyi ilə gəlmək elə ən gözəli budur. Yük də ki burada görürsün nə qədər yüklə qalxıram. 14 litr burada var, 13 litr burada var, burada var. Sınıfı deyil də yəni. Görürsünüz. Bura üçün dəyər.
Elə bir şəlalədir, görürsüz. Yardımlı da qəşəng şəlalə. Biz ora girə bilmirik, heyf ki. Orada dağ kəsək, meşə, yollar pis. Biz də velosipedlərlə təbii ki, əlbəttə ora qalxa bilmərik, çətindir biz üçün. Hələ ki, görürsüz bu padyonları, görürsüz yoxuşları görürsüz nə qədər yoxuş var orada. Gedəcəyik. Gözəl. Mənzərəli yerdir. Ləzzət edir. Ağır da olsa zövq alırıq. Maraqlıdır turlarımız. Mənzərəli, o şəlaləyə görə, bu mənzərələrə görə dəyər. Yəni nə etmək lazımdır? Xoşbəxt olmaq lazımdır mənzərələrdə. Qurban olaram Rəşad. Təbii ki, görürsünüz. Pozitiv və əsas Hələ pozitiv və necə deyərlər, düz deyirsən. Psixoloji olaraq güclü olmaq lazımdır. Güclü olmaq lazımdır. Bunun Psixoloji əsas- olaraq. Mən bu gün onu başa düşdüm ki, bu 2 gün tur ərzində güclü olmaq lazımdır, Mütləq. fiziki olaraq yox. O da rol oynayır, Ruh, amma əsas yəni deyil. psixoloji olaraq Psixoloji, hazırlaşmalısan bəli. buna. Çünki sən uzaq yola çıxırsan və yol bitmir və o səni bezdirə bilər. Ona görə psixoloji güclü olmaq lazımdır. Bəli. Möhtəşəm. Amma ucu sırtılmışam da. Ucu sırtılmışam, ucu vezmə deyil. Ucu indi sonra Qazaxa da gedəcəm. İnşallah. Birincisi. Bu pes attı uşaqlar. Onlar şəlalə. Samirlə gəlirik, perspektivləri qoyduq ora. Belə gözəl yerə, şəlaləyə gəlirik, görürsüz. Qəşəng.